Salam değerli əziz izləyicilərimiz. Bu günləri bina atçılıqda Rahat Marketin arxa tərəfində əsas yola yaxın sizin üçün 6 sotda özünə məxsus şəxsi evin çəkilişinə gəlmişik dostlar. Değerli dostlar, evimiz bağlı bağçalı evdir. 6 sotda 3 otaqlı evdir. Qiymət videomuzun sonunda deyəcəm. Xeyr, inşallah, yəni sizdən xahiş edirəm videonun sonacan izləyin ki, tam ətraflı məlumatı sizin üçün verim. Değerli dostlar, evimizde hal-hazırda yaşayış da var. Gazı, ışığı, suyu daimdir. Üçün də sayğacı var. Gazın da, ışığın da, suyun da. Yəni suyumuz Azər sudur. Burada bizim toyuq cücələr üçün yerdir. Gördüyünüz kimi, setkasına kimi. Qapımız tam küçənin üstündədir. Həyətində də ki, hər növ ağacları var dostlar, meyvə ağacları. Burada da bizim toyuq cücələrimizdir, gördüyünüz kimi. Çok güzel, ürəyi açan həyəti var. Evin özü də qəşəng. 3 otaqdır, geniş evdir. 11'in 11'i evdir dostlar, həqiqətən də. Sərgəli evdir. Padvalımız hündürdür. Padvalımız boy verir dostlar. Sağı solu zaborda deyil. Belə bir zabor göstərir. Çox qəşəng, təmiz havası var. Bu bizim sol tərəfidir. Kombi otağı oradadır dostlar, göstərir misiniz? Burada da keçən evin digər yan tərəfini də göstərim sizə. Evimizin digər yan tərəfidir. İndi padval göstərəcəm sizə dostlar. Gözdə padval pilləkənlə düşülür aşağı. Sağ tərəfə də girişi var. Bankalarını yığıblar özləri üçün. Belə bir bağlı bağçalı ev hər kəsə qismət olsun inşallah. Mangalımız da buradadır dostlar. İnşallah bu evi kim alsa həyətdə mangal tutarısın üçün. Kabab. Dama çıxış yeri. Burada keçirik evin içərisinə. Evimiz koridor proyekti evdir dostlar. Yaşayışlı evdir. Kombisi falan hər bir şey yerindədir. Müəyyən əşyaları da qalacaq değerli dostlarımız. İlk olaraq xanımlar nəzərə alaraq sizi mətbəxlə tanış edeyim. Bu hissəsi bizim mətbəximizdir dostlar. Paltar yuyan qalacaq. Təbii ki, mətbəx mebeldir, qalacaq. Müəyyən əşyalar qalacaq değerli dostlar. Burada bizim sanuzerimizdir. Bu bizim sanuzerimizdir. Asma tavandır. Yaşayışlı evdir. Burada bizim bir dənə belə bir yataq otağımızdır. Burada da taxt mebeli qalacaq bu evdə. İndi keçən qonaq otağı ilə sizi tanış edəcəm. Qonaq otağımızı qəşəng genişdir değerli dostlar. Hal-hazırda uşaq multika baxırdı. Biz imkan vermədik. İnşallah bizdən çəkilişdən sonra baxar. Değerli dostlar, qonaq otağımız qəşəng genişdir. İndi keçən sizə digər yataq otağı da göstərim inşallah. Bu da bizim ikinci belə bir geniş yataq otağımızdır dostlar. Değerli dostlar, evimizin qiyməti 130.000 manata deyilir. Sənəd bələdiyyə sənədidir. İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşma olar. Kondisioner təbii ki qalacaq. Allah alandı, satanda xeyir versin dostlar. Bu ev sizin ola bilər. Sağ olun, var olun.